Xocalı faciəsi 20-ci əsr bəşəriyyətin ən ağır faciələrindən biridir. Bir çox dünya parlamentlərində bu soyqırım kimi hətta müzakirə olunubdur. Düzdür, qərarlar qəbul olunmasa da belə müzakirələr olub və bugün Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının getdiyi bir ərəfədə Xocalı soyqırımını, Xocalı faciəsini unutturmamaq, yadda saxlamaq bəşəriyyət üçün çox vacibdir. Çünki qanlı müharibələr belə faciələrə səbəb ola bilir. Millətçi düşmənçiliklər belə faciələrə səbəb ola bilir. Azərbaycan öz torpaqları uğrunda mübarizə apararkən onun vətəndaşları, dinc insanları belə vəhşiliklərlə rastlaşıb, belə bir ağır faciəyə məruz qalıb. Bu baxımdan da Azərbaycanın Milli Şura sahib hər bir vətəndaşı, hər bir siyasi partiyası, siyasi fikir daşıyıcısı Xocalı faciəsi ilə bağlı məsələni daima gündəmdə saxlamalıdır və bəşəriyyəti belə ağır faciələrdən qaçmaq üçün sülh, əmanlıq, demokratiya, azadlıq uğrunda səfərbər eləməlidir. Bu baxımdan Xocalı faciəsi sülh dövründə də daima bizim diqqətimizdə qalmalıdır və bizim unudulmaz tariximizin bir hissəsi olmalıdır. Çünki məhz bu cür faciələrin baş verməməsi üçün insanlıq sülh təşəbbüslərini artırmalıdır. Xocalı faciəsi Holokost və Srebrenitsa kimi tarixin ən qanlı hadisələrindən biridir, qanlı qətliamlarından biridir. Bu tarixi ona görə unutmaq olmaz ki, insanlıq üçün bir ibrət dərsi olsun və bir də tarixdə belə hadisələr baş verməsin. Təəssüf ki, indiki dövrdə məhz Rus motatıcı alayının əli ilə törədilən qətliamın indi başqa bir versiyası Ukraynada törədilir və Rus şovinizminin əli ilə törədilən hadisələr yenə də davam edir. Təəssüf eləyirik və arzu eləyirik ki, tarixdə belə qanlı hadisələrin izi tozu içsin və insanlar sülh şəraitində yaşasın və hazırda bu sülh müqaviləsi ilə bağlı gedən proseslərdə bizim ürəyimiz gəlir və tezliklə bu müqavilənin imzalanmasını və düşmənçiliyə son qoyulmasını arzulayırıq. Təəssüf ki, növbəti dəfə bizim din ziyarət tədbirimizə mane oldular. Tədbir iştirakçılarının, cəbhəçilərin yarısını polis kordonu ilə kəsib ziyarətə imkan vermədilər. Biz təəssüf edirik ki, xalqımızın belə acı günündə, hüzün günündə belə yenə də Xalq Cəbhəsi Partiyasının dinc ziyarət tədbirinə belə mane olmaqda davam edir. Təəssüf ki, bizim üzvlərimizin yarısı da kordonun o tərəfində qaldı. Hər zamanki kimi insanlar bütün əhatədə narazılıq eləyirlər. Sülh əngəlləri nə üçün törədilir? Bu da heç anlaşılan bir şey deyil. Əslində ümumxalq hüzün günüdür və burada daha yolları açmaq lazımdır ki, hamı rahat gəlib öz şəhidlərini xatırlasın. Təəssüf. Davam edin. Buradan yaxınlaşın. Bir dənə çək şəklimiz var. Tamam. Valla